Dünya rak halına gəlib çıxacaq, bizneslər çöküləcək, böyük zəlzələlər olacaq, dünyanın bir çox ölkələrində. Nadim bəy, sizi daimi izləyən izləyicilər bilir ki, siz İran və İsrail müharibəsinin başlamasına saatlar qalmış proqnoz vermişdiniz. Və biz araşdırdığımız zaman belə qənaətə gəldik ki, siz daha öncə də 2017 və 2018-ci illərdə də 2025-ci ildə dünya savaşının olacağı ilə bağlı proqnozlar vermişdiniz. Və maraqlıdır, sizcə bu İran-İsrail müharibəsi dünya savaşı adlanarmı, yaxud da ki, adlandırmaq olarmı? İndi bu sizin dediyinizə görə bəzilər deyəcəklər harda? 2025-ci il iyunun 11-də bu savaş mütləq olacaq. Bunu görəcəksiniz. Çünki mən elə hiss edirəm. Olsun deyə demirəm amma hisslərim bunu deyir. Bir gün sonra savaş başladı. Bir günün səhvim var. Qarabağ savaşı nə tərkə 45 gün olacaqdı, 44 gün olubsa bu izləyicilər bilir. Jirnovski de deyir demişdi. Hə, demişdi də. Bir də Nadim deyir deyənlər vardı. Amma onlara inananlar var idi. Hətta siz sonucu müsahibənizdə Maydan sonraki aylarda qara gələcəyini, dünya savaşının olacağını və s. bildirmişdiniz. Ondan öncə də qara dekabr demişdiniz. Samolyot qəzası. İndi zəlzələlərdən qorusun. Çünki dünya bundan sonra böyük zəlzələlərə olacaq. Dünyanın bir çox ölkələrində deyəcəklər ki, artıq yer şeydən çıxıb, nə deyirlər? Sentdən, metdən nəsə ad qoyacaq da. Yerdən deşik açılır deyəcək. Yerdə artıq deyir qazlar oyanıb, nəsə belə adlar qoyacaq. Deyəcək ki, dünyanın hər bir yerdə fəlakətlər başlayacaq. Sonra deyəcəklər ki, Quranda bunları yazmışdı, axirətdir. Heç kim deməyəcək ki, bunlar hərbi gəmilərlə yeraltı oynatmaları, yağışları yağdırıb. Hər şey bu dəqiqə insan azaltmağın başında eləyən oyunlardır masonların. Sadəcə hər kəs istəyir ki, gözdən görsün ki, bunlar necə elədiyini göstərməzlər. İran-İsrail müharibəsi ilə bağlı qısa bir-iki proqnoz verə bilərsiniz. Sizi bu platformada izləyirəm. Bir şey deyəcəm sizə, bir xoş xəbər deyəcəm. Bugün bölgə bu qədər qarışan, dünya savaşının astasında olanda mən nə dedim? 2025-ci ildən kim sağ qalacaqsa, onlar üçün bir problem yoxdur. Bu həmən dönəmdir, həmən dönəm başlayır. Bölgə üçün, dünya üçün bu başlanğıc ola bilər. 2025-dən sağ qalıb demişəm, bunu 10 il, 13 il bundan əvvəl demişəm də bu proqnoz. Ola bilər bu 2026-dan sağ çıxmaq, bu da ola bilər. Amma iş orasındadır ki, 2025-ci ildən sağ çıxacaqsa 3-cü dünya savaşı olub və yaxın onu hatırlayırdınız da ki, mən sizin kanalınızda da vermişdim, onu 2017-də sizə demişdim, ondan əvvəl öz platformalarında. Dünya rak halına gəlib çıxacaq, bizneslər çöküləcək. Bunları ona görə xatırladıram və siz də məndən müsahibə alanda bunları xatırladıram deyirəm ki, dərmanlar alsın, bir də zəlzələlərdən qorunması üçün. Yəni bir insan bir şeylər olacağını bu qədər doğru çıxıbsa, bundan sonra da olacaq şeyləri ona görə deyirəm ki, hər bir kəs bir şey əvvəlcədən bilsə, nə isə qabağa bəlkə də ala bilər şansı var. Nə ilə bağlı dərmanları nəzərdə tutursunuz? Radiasiyaya qarşı, ximikatlara qarşı, bütün dünya. Yox, nə tək Azərbaycan. Bölgədə də bu savaş, bu İran-İsrail savaş, bax, bəzilər deyir ki, indi hökumət dəyişəcək İranda, bundan da bitəcək. Bu yaxınlarda. Biri deyir, pəhlivanın hökumətinə keçmiş hansı pəhlivandır, onun adamları gələcək. Bəzilər hərə bir şey deyir. İndi mən bu hərə bir dediyindən, kimin dediyinə inanaq. Hərə bir şey deyir də, bugün analiz edir də hamısı. Sabah kimin dediyi analizi düz çıxsa, deyəcək ki, sən filan dediyin adamı dediyini demişdin. Bugün, bax bugünkü gün bu savaş gedir. Nə ilə bitəcəyini deyən oğlan bugün çıxsın desin. Bugünkü tarixə mən dediyim proqnoz sabah düz çıxanda və mənim kimi təhlil edən biri tapacaq ki, sən bunun dediyi. Mən Nadim hər dəfə düz deyirəm. O birilər arada düz deyir, arada səhv deyir. O səhv, məsəl üçün 10 dənə, 20 dənə dünyanın böyük proqnoz verən təhlilçilər var. Hər dəfə birinin dediyin düz gəlir, qalan səhvləri yox. Amma mənim hər dəfə dediyim düzləri gələndə sən falan adamın dedi. İndi deyir Jirnovski de demişdi. Jirnovskinin verdiyi proqnozun tarixləri var da, yazın Google-da İran barədə Jirnovski hansı ildə danışıb. Mən Nadim yazın YouTube-da, Instagram kanalında, YouTube-da. Mən Nadim 2013-cü, 14-cü ildə öz Facebook kanalımda, Instagramımda, YouTube-da. Baxsın mən hansı il demişəm. Jirnovski ölməyə 1-2 il qalmış demişdi də bu. Belə olacaq. Bu da Qostumada demişdi. Deputatların içində. Bu da haradasa gəlib çıxır 2018-2019-cu illərdə Jirnovski bunu deyəndə. Mən bunu 2013-cü, 14-cü ildə demişim. Ya da Jirnovski dəli kimi baxırdılar insanlar o zamanında. Deyirdilər Jirnovski, ha, bütün üniversite deputatlar gülürdü Jirnovski, dəli kimi baxırdı. Bütün Rusiya Jirnovskinin adında dəlidir deyirdi. Çünki doğru sözü desə də o vaxt Jirnovski, onları bilən, baş bilənlər var hep Putin ətrafı. Onu gülmə, çünki sən insanların beyni idarə edən televiziyalar, kanallar, media daxil.
o mediada olan, o mediada oturan, onu Cirnovski dəli kimi göstərən adamlara yer vermişdilər. Onun dediyi doğru olanları da o zaman olmayacaq bir şey kimi. Çünki insanlar o vaxtdan bilsəydi ki, Cirnovski doğrunu deyir, onun ətrafında cəmlənərdi və onun dediyinə qulaq asardı. Putin gətirib bu vəziyyəti, bu savaşları çıxarda bilməzdi. Anlada bilirmi? İndi Cirnovski yoxdur, götürdü aradan. Sabah da doğru deyən hər şey məni də götürərlər. Deyər ki, sən maşinlik, belə deyəcəklər mənə. Belə deyənlər olacaq. Ya da deyəcək, dindarlar, o, əkbər, başını kəs bunun, bismillah, bismillah, belə də deyəcəklər. Heç kim düşünmür ki, sizi mənə o söz deyənlər, dindar da olsa, deyən də olsa, sabah o mason oyunları ilə 5 gün məndən sonra da olsa, sizin əzizləri də bu mason oyunların qırğının qurbanı olacaq. Bugün qəşəng yaşayarsın. Bugün sən dinin qabağında gedən bir oyunların parçası olarsan. Bugün hansısa idarənin nəyinsə rəisi qabağında gedən, nə bilim, bir bandit, bir məni xoş, hər nə ola bilərsən. Ekstrasensin dediyin sözü xoşlamayan. Kimsə tapşırır və ki, bu çox danışır, davay buna bir qapazla, nə bilim, vur, yox. Ola bilər. Bugün mən düz deyirəm, bu proqnozları masonların elədiyini görürəm. Masonlar da yüksək qüvvədə axı. Mənim dediklərim insanların qulağına çatır, oyanır axı, görür axı, bunlar kim eləyir? Dövlətlərin yalandan maraqları ortalığa qoyaraq sual yaranır. Sən bugün Amerika ilə İsrail, İranı nə üçün vurursan? Hansı ki o nüvə yaratdığı üçün. Nüvə dünyaya nə edir? Çök öldürür, insanlar öldürür. Sabah nüvə partlayasa eləsə dünya çökəcək, düzdür? Bəli. Bugün sənin elədiyinlə sabah nüvənin elədiyi eyni şey deyil. Sən kimə gəlirsən? Sən nüvə yaradırsan deyə, bizə bu təhlükədir deyə İranın üzərində savaş yaradırsan bugün. Onu bahanə eləyərək yaratdığı savaş əslində ondan da böyük dünya savaşdır. O nüvə yaradıb nə edəcək hələ bəlli deyil. Amma sənin bugün elədiyin bəllidir. Sən bugün onu bahanə edərək İranın nüvə əraziləri vurursan, o səni vurur və bu gəlir büyük savaşa. İki başlar qatılır bir-birinizə, gəlir çıxır milyonlar. Əgər bir şəhərləri tikilmiş dağıdırsa, bir sənayələri çökülürsə, dünya savaşa gəlirsə, insanlar ölürsə, dağılırsa bu boyda böyük, o zaman onun o nə vaxtsa yaradacağın verəcəyi ziyanlar nə olacağı bizə lazımdır. Bizə bugünün sənin elədiyini görünən lazımdır. Yəni belə çıxır ki, onun nüvə yaratması bütün dünyanı xəritədən siləcək, yox eləyəcək. Amma sən bugün biraz öldürərək qabağını alırsan. Belə çıxır da onun dediyini. Baxarıq. Onun elədiyi əslində özü o nüvələri oradan Xamneyniyə, o İrana onu yaratdırır. Heç bəlli deyil, onu oraya zəngiləşdirir ya yox. Buradan da buna deyir ki, biz ona qarşıyıq. O deyir, biz eləyirik, bu deyir, eləmirik. O deyir, biz eləyirik, bu deyir, biz eləmirik. Əslində Xamneyninin ailəsinə, yaxınlara və ya Netanyahuya bir şey olurmu? Zelenskiyə oldu mu? Putinə oldu mu? Olan kim oldu? İnsanlar. Və onların istəyi nədir? İnsanlar azaltmaq. Qurtardı getdi.